Hörmətli izləyicilərimiz, biz Sağdaş Təhsil Komandası olaraq yenə də Azərbaycanımızın gözəl rayonlarından, dilbər güşələrindən və qonaqpərvər rayonlarından biri olan Göyçay rayonunun Çərəçi kəndində ömrünü müəllim üçün fəaliyyət göstərən, fədakarlıq edən müəllimin evinə qonaq gəlmişik. Müəllim, sizə xoş gördük. Xoş gördük, xoş gəlmişsiniz. Çox sağ olun. Adı, soyadınız müəllim? Müxtəlif oğul Pəri, müxtəlif qızı. Müəllim, ömrünüzün 41 ilini müəllim üçün fəaliyyət göstərmişsiniz və bütün müəllimlərimiz əziyyət çəkirlər. Əlbəttə ki, müəllim əməyi həm şərəfli peşədir, həm də çətin peşədir. Bu illərdə sizin uğurlarınız olub. Hansı uğurlarınız olub 41 il ərzində? Uğurlarım olub, şagirdlərə, ömrümü şagirdlərə həsr eləmişəm. Doğrudan da bu peşəni sevirək mən işə başlamışam. Elə uşaqlıqdan da arzum müəllim olmaq olub. Uşaqların təhsilinə həsr eləmişəm. Yəni, uğurlarım şagirdlərimin ali təhsil almağı, hansısa həyatda öz yolunu tutması, Azərbaycan vətəndaşı kimi vətənə, xalqa gərəkli vətəndaş yetişdirmək məqsədi ilə. Bəli, əlbəttə ki, bütün müəllimlərimiz əziyyət çəkir və sizin kimi ibtidai sinif müəllimlər daha çox əziyyət çəkirlər. İbtidai sinif müəllimləri, bəli, həm bizə ana kimi qayğı göstərirlər, həm bizim əlifbamızı öyrədilər, həm bizə ana, ata sözünü, vətən sözünü yazmağı, vətənimizə layiqli övlad olmağı yetişdirirlər və rəqəmləri də bizə məhz sizin kimi müəllimlər öyrədir. Çox sağ olun, minnətdarıq. Biz sizin kimi müəllimləri yad eləməyə, sizinlə görüşməyə biz yəni çox şadıq. Bəli, çox xoşdur. Bizim üçün də çox xoşdur ki, bizi yada salanlar var. Təşəkkür edirik müəllim. Bəs sizin həyat yoldaşınız kim olub müəllim? Həyat yoldaşım Nuriyev Oqtay Kamaloğlu. Neçə övladınız var? 3 evladım var. Adlarını deyin. Adları Göyçək, Qalib, Qismət. Və övladlarınız da ali təhsillidirlər. Çox sağ olsunlar. Övladlarımın ikisi ali təhsillidir, biri peşə təhsillidir. Çox sağ olsunlar. Sizin əməyinizi yerə vurmayıblar. Hər hansı bir peşənin sahibi olublar. Müəllim, neçə nəvəniz var? 4 nəvəm var. Maşallah. Müəllim, Allah sizə ömür versin, can sağlıq versin və bundan sonraki illərinizdə də inşallah sizin 80 yaşınız, 90 yaşınız, jubileyiniz olar. Gələrək bizə Çağdaş Təhsil Komandası olaraq çəkib işıqlandırarıq. Müəllim, buradan sizi sevən dostlara, qohumlarınıza, nəvələrinizə, övladlarınıza hansı sözlər deyərdiniz? Ümumən onu deyə bilərəm ki, Allah dövlətimizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlıq versin. Evladları, cavan evladlarımızı qorusun. Ağıllı, əməksevər, gözəl ailəsi, evladı olan evladlardan olsunlar. Amin. Onlara arzum nədir? Canları sağlam olsun. Ağılları başında olsun. Həyatda bolluca uğurları olsun. Nəvələrimi istəyirəm ki, nəvələrimin, qız nəvəm yaxşı oxuyur. Sınaq imtahanlarında zadında 5-ci sinifdə oxuyur. Yəni, anası ali təhsillidir deyəndə maşallah özünün də savadı yüksəkdir, yaxşı nəticələr. Adı nədir? Tuncay. Hə, Tuncay Balıya biz də buradan uğurlar arzu edirik. Arzu edirik ki, istədiyi peşənin sahibi olar inşallah. İnşallah, inşallah. Evladlarıma da can sağlığı arzulayıram. Onların sayəsində də bugündən sonra mən yaşayayım. Allah nə qədər ömür verib. Elmə, obama nə arzulayıram? Elmə, obama sülh, əmin-amanlıq, vətənimizdə həmişə sülh olsun, əmin-amanlıq olsun. Amin. Bol ruzli, sağlam canlı, ondan sonra kimin nə arzusu var həyatda ona yetsin. Amin. Böyüklərin arzusu nədir? Cavanları sağlam görmək, xoşbəxt görmək, ondan sonra təhsil, əsas da təhsilli görmək istəyirəm. Təhsil gözəl şeydir. Təhsil düzdür, adamı varlandırmır. Varlandırır, mənəvi cəhətdən varlandırır. Bir ömür insanı müşayiət eləyir. Hansısa bir pis tərəfə dönməyə imkan vermir. Evladlarıma da həmişə bunu mən başa salmışam, demişəm ki, təhsil elə bir şeydir ki, təhsil küllü miqdarda pul demək deyil. Amma gözəl ömr eləmək, xoşbəxt həyat qurmaq üçün savadın böyük əhəmiyyəti var. Təhsilin böyük əhəmiyyəti var. Şuurlu şəkildə yaşamaq ümumiyyətlə, bir var ki, təbii şəkildə yaşayasan, bir də var şuurlu şəkildə yaşayasan, gözəl yaşayasan, düz yaşayasan, kimdənsə həqiqətən belə insanlar fərqlənirlər. Öz evlatlarımdan o qədər razıyam
Yəni nətər deyirlər, hələ ki səhvlərə yol verməyiblər. Şükürlər olsun müəllim, Allah çox sağ olun, heç vaxt əlbəttə. verməsinlər. Sağ olun, Bəli, Allah bəli. sizin canınızı sağ etsin. Bundan sonraki ömrünüzdə də uğurlu nailiyyətləriniz olsun, nəvələriniz, Çox sağ olun. nəticələrinizə Belə xoş günlərində gəlib çəkilişlər Ən edək. böyük nəvəm 5-ci sinifdə oxuyur, yaşım çox oldu, artmasına baxmayaraq. İnşallah müəllim, onun da uğurlarını görərsiniz. Nəticəniz, köçsəniz də olar Allah qoysa. Təşəkkür edirik, minnətdarıq. Çox sağ olun. Çox sağ olun, gəldiyiniz üçün çox sağ olun. Sağ olun.